videoda Qarabağ Sabah oyununda 90 dəqiqə keçirdəcəyik. Elvin Cəfərquliyevdən forma almağa çalışacağam. Amma işlər mənim üçün gözlədiyim qədər asan olmayacaqdı. Həyatımda indiyə qədər başıma gələn ən böyük izdihamı yaşadım. Ay Elçin, oranı tərk elə. Cəmaət keçib gələ bilmir. İnanın ki, evdə Elvin üçün plakatı hazırlayanda heç belə düşünməmişdim. Bu arada bu məşhur plakatı hazırlamaq üçün mənə bir A3, bir neçə A4, təbii ki A4-də Elvinin şəkilləri, bir ədəd skoç, bir neçə flamaster və əlbəttə ki plakatı daşımaq üçün rezin lazım idi. Bax belə daşımaq üçün. Bu 5 saniyəlik kadrı çəkmək üçün o qədər insan olan ərazidə anksiyetəmə yox dedim. Bunu utanmadan elədiyim üçün videoya bu dəqiqə like atın, kanala da aşağıdan abunə olun. Və gəldik ən əsas məsələyə. Qarabağ forması. Mənim formam olmadığına görə dostumdan formanı götürməli idim. Amma biz oyuna gecikmişdik. Dostlar, artıq birinci qol oldu deyəsən, səsini eşitdik, amma biz hələ də içəri girə bilməmişik. Olmayıb. Ona görə köynəklərimizi məcbur olub tualetdə dəyişməli olduq. Tez elə. Oyun başladı, gecikdik. Çox pis gəldi bura. Çox sağ ol qardaşım, formanı gətirmisən. Dostlar, formamız da hazır. Oyuna gedə bilərik. Artıq qapılar açılmışdı. İçəri girə bilərdik. Amma ondan öncə izləyicimlə şəkil çəkdirməli idim. Özü də deyəsən könüllü idi. Sevirəm səni. Alaya gedək, qaçır. Doğrudan nəyə qaçırıq? Allah yavaş-yavaş yerə. Yana qaçaq. Yana qaçaq. Axır ki gah qaça-qaça, gah da gəzə-gəzə 30 dəqiqədən sonra stadiona girməyi bacardıq. Dostlar, artıq yarım saat keçib. Malik, nə düşünürsən? İndi gəlmişik, nə tez oldu. Səsdən bu videonu necə çəkəcəyi bilmirəm. Hamı içəri girəndən məndən mırtdaşır ki, Elvin Qarabağda yoxdur, niyə gətirmisən? Amma sən xiyarsan, Elvin var oyunda. Qardaşım, valla qəribə bir hissdə ilk dəfədir bir oyunda plakat qaldırıram. Hər şeyin başladığı an tam olaraq buydu. Haycan, gəl ürəyim. Videoya nə demək istəyirsən? Abunə olun. Məni stadionda tanıyan bu ilk izləyici birazdan olacaq izdihamın qığılcımı idi. Elvin yoxdur, ölüb. Bir əməkə ölüb? Sən Haycan, gəl. Bu uşaq mənə Elvinin öldüyünü deyib getdi. Qardaşım, özümü futbolçu kimi hiss eləyirəm. Videoya nə demək istəyirsən? videoda demək istəyirəm ki, düzünə Qarabağ. Artıq şəkil çəkdirmək üçün arxama bir qrup uşaq yığılmışdı. Amma Malik dirəşmişdi ki, plakatla mənim şəklimi çək. Haycan. Yenə buna çəkirsən. Hay, gəlin çəkdirin. Elvin forması. Qardaşım, mən çox məşhuruymuşam, belə bilmirdim. Onlar YouTube'da paylaşdım. Gəl, adın nədir? Murat. Nə? Bir dəqiqə, Murad mənə hardansa tanış gəlir. Biz tualetdə Maliklə köynəklərimizi dəyişəndən sonra Muradla şəkil çəkdirmişik və sonradan təsadüfən stadionda eyni sektora düşdük. Murad, nə demək istəyirsən bu plakata? Düz deyirsiz. Elvin yoxdur axı. Transfer eləyiblər. Bildimi mən niyə bunu gətirmişəm? Mən nə bilim. Mən xəstəyəm çünki. Salam ürəyimsən ki, elə bir Malikdir, balacalaşdı. Salam. Necəsən? Yaxşı. Kimin azar keçirsən? Qarabağı. Canımsan. Ala burnum axır, Sabit qabi. Koddadır telefon. Kimin telefonudur? Videoyu nəsə dinə. Video. Ben video çəkirik bax. Nə deyirsən? Abunə olun. Dostlar, mən hələ futbola baxa bilməmişəm ha. Sən nə çəkdirmişdi axı? Qardaşım, zəhmət olmasa futbolçuların mühafizəsi var. Mənə də mühafizə elə də. Oyuna baxayım bura. Birinci dəfədə oyundan kadr çəkəcəydin. Çək. Biz əslində futbola gəlmişik. Bu izləyici görüşü deyil. Bəlkə gedək o tərəfə də. Tanıyacaqlar yoxsa yox, gedək ora. Hər tərəfi gəzək. Hə. Əslində mən hər tərəfi gəzək cümləsini zarafata demişdim. Amma videonun irəliləyən dəqiqələrində biz həqiqətən də stadionun hər tərəfini gəzdik. Qardaşım, öz yerimizə gəldik. Ən səs-küylü Qarabağ azarkeşlərinin yanına gəldik. Forma yerini buldu. Burada isə azarkeşlərə uyğunlaşıb əl çalmağı öyrənirəm. Son tərəfə gedə bilirik. Gedək. Allah qol vurdu. Qol vurdu. Ha, sabah vurdu. Tam başqa yerə getmək istirdim ki, böyük bir izləyici kütləsinə tutuldum və həmin izdiham artıq başlamışdı. YouTube paylaşasınız. Tanıyıram. Abunə olun. İlkin oğlanlar uşaqlar burada. Birinci hissə bitmişdi, hesab artıq 0-1 idi. İlkin getməliyik, bırak. Burada artıq aradan çıxa bilməyəcəyimi qəbullanıb paltarımı falan dostlarıma verdim və uşaqların arasına girdim. Burada mənə uşaqlar oyun biletlərini verib imzalamağımı istəyirlər. Mən də flamaster axtarıram. Qardaşım, biletin üstünə imza attım. Burada dostumuz birbaşa formasını imzalamağımı istəyir və mən də imzalayıram. Bu çox xoşuma gəldi, çünki mən futbolçu deyiləm, sadəcə bir YouTuberəm. İlkin propka yarırsa ne kardeşim, insanlar geçə bilmir. Ay İlkin, oranı tərk elə. Cəmaət keçib gələ bilmir. Yolda propka yaradırım. Qaç İlkin. Bırak, getdik. Buradan devam et. Buradan devam et. Dostlar, hal-hazırda futbolçular isinirlər çünki birinci hissə bitdi və son dəqiqələrdə Sabah deyəsən bir gol vurdu. Sizi çox sevirəm. O qədər gəlirsiniz, şəkil çəkdirirsiniz, imza istəyirsiniz falan. Dostlar, mən bu qədər məşhur olduğumu bilmirdim. Şəkil çəkdirmə rekordu qırmışam bu gün. Orada mənimlə şəkil çəkdirmək istəyən hamıya vaxt ayırdım. Heç oyuna baxa bilmədim. İndi sıra sizdədir. Bu anların viral olmağı üçün çəkdiyiniz videoları TikTokda paylaşıb məni etiketləyin. Səhifəm budur bu arada. Həmçinin mənimlə kim şəkil çəkdiribsə Instagramda paylaşsın, orada da məni etiketləsin. Instagram səhifəmdə budur, hər birini təkrar paylaşacağam. Səsim də batdı. Ona görə biraz küncə çəkildim. Baxın, arxam belədir. Orada 2 dənə böyük adamlar soruşdu ki, bu kimdir? Mən dedim ki, reperdir. YouTuber denəndə. 2 nəfər elə bildi ki, repersən. Elvin
Elvin sen de buranı görəcəksən yoxsa yox? Ay Elvin, məndən hamı mırtdaşır ki, Elvin yoxdur, niyə gətirmisən bunu? Sən forma vermənə Elvin, o mırtdaşan hamı pis olsun. Hə qardaşım gəldi. Futbol da bax. Bax tut deyə bir. Qardaşım gördüm ki, heç nə görmədim ha mən. Mən ancaq kamera görürdüm uşaqlar. Kimsə gəlir selfie çəkdirmək üçün belə eləyir, başqa şey Beni görmürdüm. yanmadı. Beynim yandı ya. Flomasteri imza üçün veriblər mənə. Saçım şəkil çəkən telefonu imzalayacağam. Elvin burada yoxdur amma Elvinin adını bütün stadiona göstərdim. Məndən bir nəfər soruşdu ki, bayaq şəkil çəkdirəndə orada. Forman kimin formasıdır? Mən də arxama açdım göstərdim ki, Malikin gedir şəkil çəkdir Malikin. Qardaşım, yoruldum. Mən də yoruldum ama. Ali için bizi. Deyən burada məni kəşf eləməsinlər, tez gedim, tez çək nə olar. Babı da ölmüşsün. Özü kəşf elədilər. Zədələnən oyunçu var meydanda. Allah verdi. Tip təhsilim var. Səncə var? Qardaşım mənim də yoxdur. Necə kömək eləyək ona? Gəl bu plakatı göstərək. Gəl. Belə qalaq bura saatlarla. Dostlar gəzə-gəzə bura gəldik. Çıxdıq buradan meydançanı görə bilirik belə şüşələrin ardından. YouTube videosunu belə izləyirlər. Şəkil çəkdirmə vəziyyəti üçün hər şey eləyəcəm. Malik burada stolbanı çəkəndə Allah verdi mənim başıma kurtka atdı ki, uşaqlarla şəkil çəkdirə bilməyim. Üst düşündüyü hər şey elədim, burada amma yenə də yaxşı düşdü. Bura gəlməyən insanlar var, buraları onlara göstərək. Gəlin gəzək. Mən hər yerdən çəkirlər uşaqlar. Mən Burada ən çox tanına bilən sən olursan da. Allah Futbolçular yoxsun. Qardaşım Elvin. Özü burada yoxdur amma. Ürəyi buradadır. Maraqlı gün idi. Çox sağ olun. Nəyə görə çox sağ ol deyirsən? Gəldilər şəkil çəkdirlər. Tək hiss eləmədim özümü. O sənin dediyin yer var, yolu bağlayırsan, buranı tərk elə. Həmin yer çox pis idi, həddindən artıq. Hər şeydən insan bəlkə də səni söyürdü içində, amma bilmirəm. Tanımayanlar söyürdülər. Tanımayanlar hər şey bilir uşaqlar. Bilmirəm bura haradır qardaşım. Özümü yuxuda hiss edirəm. Sən nə Allah. işləyirsən elə? 1-0 dədə. Səncə kim udacaq? Mən deyirəm sabah udacaq. Mənə də elə gəlir sabah udacaq Çünki amma bu bir plandır. She knows. başıma nə olub yetim dedilər və ol görə bilməm başım. Mən də bilmirəm nə danışırlar. Sənə kanala bax, o ediyan, bu da ediyan. Elvin edit idi o. Aa. Editə bax, editə bax. Sən eləmsən? A bu nədir? Göstər kameraya canımsan. Orada var. Orada gəlir balkondan. Orada gəlib vagondan, Stadionda tonqal var. stadionda tonqal var, Şatlıq etdi o da onda. şadlıq etdi o ban. Burada belə bir klip çəkir. Və belə videolardan hər gün çəkməyə davam eləyəcəm. Bu videonu izlədiyinizə görə izləyicilərə bir şey demək istəyirəm. Video çəkməyə başlayanda bunun hər hansısa bir yolda tıxac yaradacağı heç ağlıma gəlməzdi. Amma oldu və bu mənə inanmağa qərar verdiyiniz üçün oldu. Çılğın fikirlərimi həyata keçirməyə siz kömək elədiniz. Ona görə də sizi dünyalar qədər çox sevirəm. Dostlar biz bugün çox uğursuz olduq. Meydanda çox adam, çox izləyici var idi amma Elvin yox idi. Bu ikisi də bizə problem yaratdı. İzləyici çoxluğundan oyunu çəkə bilmədiyi özünüz kadrları izlədi. Çəkmək olmurdu da, sizə imkan vermirdiniz. Canım siz mənim tək həmişə belə imkan verməyəsiniz deyirəm. Yox, etim yoruldum mən çox yoruldum. Mən də yoruldum. Məsələn belə oyunlara Maraqlı deyil, indi bir dəfə yaxşıdır. mən təsəvvürə bir də oyuna gəlib baxa bilməyəcəm. O biraz pis eləyir məni. Amma pis eləmirəm, zor Baxa eləyir. bilərsən əslində. Gizlənib gərək də. Hə. Canımsız sevirəm sizi. Like atın, abunə olun. Nəsə sözüm var. Heç abunə olsun da. Bu gün Elvin görürsə, sənə forma versin. Kameraman deyir ki, sağ bu ol. videonu Elvin Cəfərquliyev görsə sənə full forma versin. İnşallah Mənə də dostlar. bu tisin versin. Sevirəm sizi. Bana da versin. Tuman. Sağ olun. Salamat qalın.